Beləliklə, baş hakimin start iti ilə qarşılaşma başlayır. Hər iki komandaya uğurlar. Ötürmə gəldi, başla zərbə və top qapıdan Asfəqər alı keçir. Turan Vəlizadə ötürməsini edir, başla zərbə və top qapının üstündən keçir. Səbail Bağırov hadisələrin mərkəzində idi. Alveş istiqamətini ötürmə, Alveş. Xəyyam Məmmədli istiqamətini ötürmə. Və Xəyyam Məmmədli topladı. Xəyyam Məmmədli. Xəyyamdan ötürmə Alveşə. Alveşin zərbəsi və top qapıdan Asfəqər alı keçir. Küncdən zərbə. Səfərov istiqamətini ötürmə. Və top Səbail futbolçunun önünə düşdü. Əllə oyunla bağlı etirazlar var, amma baş hakim Kamal Umudlu bildirir ki, baxaq, bəli, bu epizodda əllə oyunla bağlı etirazlar var idi. Meydandadır, komandanın əsas qol ümidlərindən indi Baku Sporting hücumu izləyə bilərik. Ötürmə, son anda kritik müdaxilə gəlir, hücum davam edir, zərbə və top qapıdan Asfəqər alı keçir. Topu tora qovuşdura bilmədi. Baxaq təkrara. Onun zərbəsindən sonra topu uzaqlaşdırdığına görə ötürmə gəlir, başla zərbə, xəttə çıxarılır top. Səbail qola yaxın oldu. Baxaq təkrara. Başla zərbə və topu qapı xəttindən çıxarır Baku Sporting futbolçusu. Alfonsonun uzaqdan zərbəsi, qapıcı yerindədir. Dəstəyə gəlir komanda yoldaşı Səbail Bağırov, cərmə meydançası istiqamətdə ötürmə, başla zərbə və qapıcı Elməddin Sultanovdan möhtəşəm çək. Bir daha təkrara, oyundan kənar vəziyyətdən söhbət gedə bilməz. Alfonso Almeida ötürmə gəldi, başla zərbə və son anda yenə Elməddin Sultanov komandasını qoldan xilas edir. Yerinə yetirir. Oradan ötürmə keçmədi. Qayda pozulub. Ötürmə Kamran Quliyev istiqamətinə. Kamran Quliyev soluna çəkir. Kamranın zərbəsi və top qapıdan aralı keçir. Ruslan Vorontsov rəqibindən yayınır. Ruslan Vorontsov irəliyir. Vorontsovdan ötürmə, zərbə və top uzaqlaşdırılır. Yox, daha doğrusu bu ötürmə idi. Stefanoviç uzaqdan zərbə. Rəşad Əzizli yerindədir. Baku Sporting hücumu izləyə bilərik. Alveş topladı. Alveşin zərbəsi və top önünə düşür Vəliyevin. Elvin Vəliyev yerdə qalır. Bu isə bir qədər əvvəlki epizod. Baku Sporting futbolçuları bu epizodla bağlı. Turan Vəlizadənin zərbəsi. Top qapıdan Asfəqər alı keçir. Vəlizadə. Vəlizadə ötürmə Palin istiqamətinə keçmədi. İndi Səbail Bağırov. Səbail Bağırovdan ötürmə və top qapının üstündən keçir. 3 xal qaçdı bəlkə də. Baxaq təkara, Səbail Bağırov əla düşündü, əla ötürmə etdi. Kamran Quliyev çətin olan etdi. Muradov və qarşılaşmanın baş hakimi Kamal Umudlu final fitini səsləndirir. Səbail Baku Sporting maçında qalib müəyyənləşmir.